Qurbanəliyə aid qarajda, o günləri sürücülərin etiraz elədiyi qarajda sentyabr ayında bir qəza olur. Həmin qəza nəticəsində hal-hazırda məzarını ziyarətə gəldiyimiz sahib qardaşımız bədbəxt hadisədə həyatını itirir. Və Qurbanəli sahib qardaşımızın yaxınlarından xahiş edir ki, ona problem olmasın deyə nə ondan şikayətçi olsunlar, nə də qəzanın yerini aydın eləsinlər. Qəzaya səbəb olan Qurbanəli İsmailovun avtomobillərinin, ona məxsus olan qarajdakı avtomobillərin texniki nasazlığıdır ki, bu texniki nasazlıq nəticəsində sahib qardaşımız da həmin qarajda rəsmi ya qeyri-rəsmi işləyib. Aidiyyatı dövlət qurumları yəqin ki, bunu araşdırdıqdan sonra həqiqətən də sahibin rəsmi olaraq o qarajda işləyib, işləmədiyini biləcəklər. Buradan Daxili İşlər Nazirliyinə Cənab Vilayət Eyvazova müraciət etmək istəyirik ki, bu Qurbanəli bu dövlətin bildiyiniz düşmənidir. Qurbanəlinin məxsus avtomobillərin etdiyi qəzalarda həyatını itirən şəxslər, xəsarət alan şəxslər dayanmadan bizim səhifəmizə müraciət edirlər. Biraz öncə Qurbanəliyə məxsus 105 nömrəli marşrut xəttinin Balaxana yolunda marşrutdan kənar qəza etdiyini və 5 nəfərin ağır bədən xəsarətləri aldığı barədə videonu paylaşmışdı. Biraz keçmədi ki, sahib qardaşımızın yaxınları dedi ki, Qurbanəlinin qarajında, bax, gördüyünüz sahib qardaşımız da öz həyatını itirir. Allahdan sahib qardaşımıza rəhmət diləyirik və ailəsinə səbir diləyirik. İnşallah məkanı cənnət olsun və inşallah sahib qardaşımızın qanı yerdə qalmaz. Qurbanəli və Qurbanəli kimi insanların, sahibkar özünü adlandıran insanların etdiyi qanunsuzluqlara son qoyular. Leasingdə olan avtobusların, adlarında leasing olan avtobusların doğranıb satılması, leasing olan avtobusların başqa sürücülərə verilməsi, həkim nəzarəti olan kağızların saxta olaraq sürücülərə təqdim edilməsi və bunun kimi neçə faktlar, əmək müqaviləsi olmadan sürücüləri işlətməsi, sürücülərin adına dövlətdən vergilən yaymaq üçün Dövlət Sosial Müdafiə Fonduna ödənişlər etməməsi, daha bundan artıq nələr olmalıdır ki, Qurbanəli adlı şəxs öz cəzasını tapsın. Bir daha Daxili İşlər Nazirliyinə xahiş edirik ki, bu məsələlərini ciddi araşdırsın. Qurbanəliyə olan, Qurbanəli haqqında olan şikayətlər davam edir. Dayanmadan öz səhifəmizdə paylaşacağıq.